Pakistan rəhbərliyinin xahişi ilə İranla atəşkəs rejiminin müddəti uzadılıb. Bu barədə Amerika prezidenti Donald Trump deyib. Qeyd edək ki, İran tərəfi İslamabadda Amerika ilə 22 apreldə baş tutması gözlənilən danışıqlardan imtina edib. Hizbullah, Livan ərazisinə hücumlara cavab olaraq İsrail ordusunun Kfar Giladi yaşayış məntəqəsindəki mövqelərinə atəş etdi. Qeyd olunub ki, İsrail atəşkəs rejimini 200 dəfədən çox pozub və bu səbəbdən Hizbullah çaxalan artilleriya mövqelərinə raket və puallarla zərbə endirib. Yaxın Şərqdəki Amerika hərbi kontingenti tam döyüş hazırlığı vəziyyətindədir. Bu barədə Amerika prezidenti Donald Trump deyib. Mən hərbiçilərimizə blokadanı davam etdirməyi və bütün digər aspektlərdə hazırlıq vəziyyətində qalmağı əmr etdim. İran atəşkəs rejiminin uzadılmasını rədd edib. Bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb. Rəsmi Tehran atəşkəs rejiminin uzadılmasını tanımır. Açıqlamada qeyd olunub. Yayılan açıqlamada həmçinin qeyd edilib ki, İran bu razılaşmaya əməl edib etməmək məsələsində milli maraqlarını əsas götürəcək. Başqa sözlə, rəsmi Tehran vəziyyətdən asılı olaraq atəşkəsə riayət etməmək hüququnu özündə saxlayır. İran parlamentinin sədri Məhəmməd Baqir Qaribov Amerikanın atəşkəs müddətini uzatmaq qərarını sərt tənqid edib. Qaribovun sözlərinə görə bu addım əslində sülh təşəbbüsü deyil, mümkün qəfil hərbi əməliyyat üçün vaxt qazanmaq cəhdidir. O bildirib ki, Vaşinqtonun belə addımları danışıqlar prosesinə etimadı sarsıdır və regionda gərginliyi daha da artırır. İran rəsmisi vurğulayıb ki, Tehran heç bir təzyiq və ya hədə altında aparılan danışıqları qəbul etməyəcək. Qaribov əlavə edib ki, İran tərəfi son həftələrdə müxtəlif ssenarilərə hazırlaşıb və istənilən inkişaf variantına qarşı cavab vermək üçün kifayət qədər imkanlara malikdir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi Amerika bazalarının yerləşdiyi Fars körfəz ölkələrinə xəbərdarlıq edib. Musəvi həmin ölkələrin ərazisindən İrana hücum ediləcəyi halda buna qarşılıq veriləcəyini qeyd edib. Əgər bundan sonra düşmən həddini aşarsa, bu dəfə hara desəniz, hədəfimiz ora olacaq, deyə Musəvi qeyd edib. İranın cənubundakı qonşu ölkələrin sakinləri bilməlidir ki, əgər onların ərazisi və resursları düşmənlər tərəfindən İran xalqına hücum etmək üçün istifadə olunursa, yaxın Şərq regionunda neft hasilatı ilə vidalaşmalı olacaqlar. İran limanlarını blokadada saxlamaq müharibə aktı və beləliklə atəşkəsin pozulmasıdır. Bunu İranın Xarici İşlər naziri Abbas Araqçı deyib. Ticarət gəmisinə zərbə endirmək və onun heyətini girov götürmək daha da böyük bir pozuntudur. İran məhdudiyyətləri necə neytrallaşdırmağı, maraqlarını necə müdafiə etməyi və zorakılığa necə müqavimət göstərməyi bilir. Amerika İrana qarşı növbəti sanksiyalar tətbiq edib. Bu barədə Amerika Maliyyə Nazirliyinin açıqlamasında deyilir. Məhdudiyyətlərin konkret olaraq hansı sahələrə tətbiq edildiyi açıqlanmayıb. İsrail liderlərinin İrandan gələn nüvə holokostu təhlükəsinin aradan qaldırılması ilə bağlı açıqlamaları yersizdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, bu cür müqayisələr 2-ci Dünya müharibəsinin bütün qurbanlarına qarşı hörmətsizlikdir. Ukrayna prezidenti Vladimir Zelenski Drujba neft kəmərinin bir hissəsində təmir işlərinin başa çatdığını açıqlayıb. Avropa İttifaqı ilə kommunikasiyalarda razılaşdırıldığı kimi, Ukrayna Drujba kəmərinin Rusiyanın zərbəsi nəticəsində zədələnmiş hissəsinin təminini başa çatdırıb. Kəmər fəaliyyətini bərpa edə bilər, deyə Zelenski qeyd edib. İsrailin Müdafiə naziri Hizbullah liderini başı ilə hədələdi. İsrailin Livanda apardığı kampaniyanın əsas məqsədi Hizbullahı tərk silah etmək və ölkənin şimal bölgələrinə təhlükəni tam aradan qaldırmaqdır. Bu barədə İsrailin Müdafiə naziri İsrail Katz deyib. O qeyd edib ki, Hizbullaha qarşı əməliyyat, hərbi və diplomatik tədbirlərin kombinasiyası vasitəsilə həyata keçirilir. İsrail Katz Hizbullah liderini də hədələyib. Katz qeyd edib ki, Hizbullah lideri etdiklərinin bədəlini başı ilə ödəyəcək.